Bakının Xətai rayonu Əhmədli qəsəbəsi Gəncə prospekti 20 ünvanında baş verənlər artıq sadə narazılıq yox, açıq-aşkar qanunsuzluq və özbaşınalıqdır. Sakinlərin iddialarına görə dövlət orqanlarının xəbəri və ya səssiz razılığı ilə məhəllə faktiki olaraq tikinti meydançasına çevrilir. Heç bir ictimai müzakirə aparılmadan, heç bir rəsmi sənəd təqdim edilmədən pilləkənlər sökülüb. İnsanların illərlə istifadə etdiyi keçid yolları məhv edilib. Bu xüsusilə yaşlılar, uşaqlar və fiziki məhdudiyyətli şəxslər üçün real təhlükə deməkdir. Maraqlıdır, bu addımı atanlar insanların həyat və sağlamlığına cavabdehliyi daşıyırlarmı? Sakinlərin bildirdiyinə görə sözü gedən ərazi rəsmi olaraq sürüşmə zonası hesab olunur. Buna baxmayaraq burada bina tikintisinə hazırlıq işləri aparılır. Bölgə TV Media TV-azı istinadən xəbər verir ki, xüsusilə diqqət çəkən məqam Fövqəladə Hallar Nazirliyinin səssizliyidir. Çünki sürüşmə riski olan ərazidə aparılan hər hansı torpaq və tikinti işi Fövqəladə Hallar Nazirliyinin birbaşa nəzarət predmetidir. Daha da biabırçı məqam isə ağacların kütləvi şəkildə kəsilməsidir. Şəhərin azsaylı yaşıllıq sahələri tikinti maraqlarına qurban verilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi olmadan bir ağacın belə kəsilməsi qanunla qadağan edildiyi halda Gəncə prospekti 20-də bu norma açıq şəkildə tapdanır. Sual olunur, bu yaşıllıq qətliamında kim yaşıl işıq yandırıb? Ərazidə aparılan işlər açıq şəkildə bina tikintisinə hazırlıq xarakteri daşıyır. Lakin ortada nə tikinti pasportu var, nə məlumat lövhəsi, nə də layihə sənədləri. Şəhərsalma və tikinti məzəlləsinin tələbləri sanki bu ünvan üçün qüvvədən düşüb. Qanun hamı üçün keçərlidir, yoxsa yalnız sadəcə vətəndaşları üçün? Xətai rayon icra hakimiyyətinin bu prosesi susqunluğu xüsusilə diqqət çəkir. Rayonun ortasında məhəllə dağıdılır, infrastruktura zərər vurulur. Amma icra strukturlarından nə reaksiya, nə də izahat var. Bu susqunluq səhlənkarlıqdır, yoxsa razılaşdırılmış mövqedir? Məsələ təkcə bir tikinti deyil. Bu şəhər mühitinin planlı şəkildə məhv edilməsi, sakinlərin hüquqlarının ayaqlar altına atılmasıdır. Sakinlər açıq şəkildə bildirirlər. Əgər bu özbaşınalıq dərhal dayandırılmasa, məsələ ictimai müstəvidə və hüquqi müstəvidə sonadək qaldırılacaq. Çünki məhəllələr məmur tikinti biznesinin qurbanı olmamalıdır. Qanunsuzluğa susmaq, onu şərik olmaq deməkdir. Qarşı tərəfin cavab haqqını tanıyırıq. Rəna Rövşən qızı, Bölgə TV.